Salam əziz şagirdlər. Bugün biz yeni riyaziyyat test toplusundan çox üzrlər onların səthi və həcmi mövzusuna aid olan test tapşırıqlarının həllinə baxacağıq. Dərsimizə baxıb bəyənməyi unutmayın. Kanalımıza abunə olun ki, yüklədiyimiz yeni dərslər sizə çatmış olsun və bu dərslərdən baxıb yararlanasınız. İndi isə dərsimizə başlayaq. Birinci sual. Kubun neçə teli var? Kubun 12 teli var. İkinci, kubun neçə üzü var? Kubun 6 üzü var, 6 kongruent üzü var. Hər bir üzü də kvadrat formasındadır. Üçüncü sual. Ölçüləri 12, 3, 5 olan düzbucaqlı paralelipipedin həcmini hesablayın. Paralelipipedin həcmini hesablamaq üçün onun enin, uzunun və hündürlüyünün hasilinə baxmaq lazımdır. Yəni, paralelipipedin həcmi onun xətti tellərinin hasilinə bərabərdir. Yəni, 12 vurulsun 3, vurulsun 5. O da bərabərdir 180 santimetrin kubu. Cavab oldu Y variantı. Baxaq dördüncü suala. Ölçüləri 4, 15, 50 olan paralelipipedin həcmini hesablayın. Həcm bərabərdir 15 vurulsun 4 vurulsun 50. Bu da bərabər olar 3000 kub santimetr. Cavab oldu B variantı. Baxaq 5-ci məsələyə. Tili 3 cm olan kubun tam səthinin sahəsini tapın. Kubun tam səthinin sahə düsturu 6A kvadratdır. Çünki onun 6 kongruent üzü vardır və bir üzünün sahəsi A kvadrat olduğuna görə 6A kvadrat ilə də onun tam səthinin sahə düsturunu vermək olur. Və buradan A3 olduğuna görə 6 vurulsun 3-ün kvadratı, o da 6 vurulsun 9 bərabər 54 kvadrat santimetr olar. Cavab oldu B variantı. Baxaq 6-cı suala. Tili 2 cm olan kubun tam səthinin sahəsi S bərabərdir 6A-nın kvadratı. A-nın qiymətini yerinə yazsaq 6 vurulsun 2-nin kvadratı. 2-nin kvadratı 4, 6-nı da 4-ə vursaq 24 kvadrat santimetr. C variantı. 7-ci suala baxaq. Tam səthinin sahəsi 294 kvadrat santimetr olan kubun bir üzünün sahəsini tapaq. S bərabər 6A kvadrat. Deməli, bir üzün sahəsi də bilirik ki, A-nın kvadratıdır. Ona görə də sahənin verilmiş qiymətini yerinə yazsaq, tam səthin sahəsinin qiymətini yerinə yazsaq və buradan A kvadratını tapa bilərik. A-nın kvadratı bərabərdir 294 bölünsün 6. Bu da bərabər olar 49-a. Deməli, kubun bir üzünün sahəsi 49 kvadrat santimetrdir. Cavablara baxsaq D variantı. 8-ci məsələyə baxaq. Kubun tam səthinin sahəsi oturacağının sahəsindən neçə dəfə böyükdür? Kubun tam səthinin sahəsi 6A kvadrat, oturacağının sahəsi isə A kvadratdır. Deməli, səthinin sahəsi oturacağının sahəsindən 6 dəfə böyükdür. Yəni 6A kvadratın bölürük A kvadratına bərabər olur 6-ya. Cavab oldu D variantı. Baxaq 9-a. Kubun tam səthinin sahəsi yan səthinin sahəsindən neçə dəfə böyükdür? Kubun tam səthinin sahəsi dediyimiz kimi 6A kvadratdır. Yan səthinin sahəsi isə 4A kvadratdır. Və 6A kvadratını
4A kvadratına bölsək 1/5 almış olarıq. Yəni 1/5 dəfə. Böyük, çoxdur, böyükdür. Cavab oldu D variant. Baxaq 10-cu tapşırığa. Düzbucaqlı paralelipiped şəkilli hədiyyə qutusunun oturacağının uzunluğu 10, eni 8, hündürlüyü 7 cm-dir. Bu qutunun büküldüyü kağızın sahəsi ən az nə qədər olmalıdır? Qutunu bükmək üçün ən az kağız o qədər olmalıdır ki, onun səthini örtə bilsin. Və düzbucaqlı paralelipipedin səthinin sahə düsturu 2 vurulsun. AB plus AC plus BC-dir. ABC onun xətt ölçüləridir, yəni eni uzunu hündürlüyüdür. İndi biz verilənləri nəzərə alsaq, 10 vurulsun 8, 10 vurulsun 7 və 8 vurulsun 7 yaza bilərik. Buradan 2 vurulsun 80 plus 70 plus 56. Bu da bərabərdir. 2 vurulsun 206. O da bərabər 412. 412 kvadrat santimetr. Cavab oldu C variant. Baxaq 11-ci tapşırığa. Düzbucaqlı paralelipiped şəkilli hədiyyə qutusunun oturacağının uzunluğu 12 cm, eni 9, hündürlüyü 5 cm-dir. Bu qutunu bükmək üçün azı nə qədər kağız lazımdır? Bu da 10 nömrəli məsələyə oxşar məsələdir. Paralelipipedin səthinin sahəsini tapmalıyıq. 2 vurulsun 12 plus vuraq 9. Üstə gələk 12 vurulsun 5 və üstə gələk 9 vurulsun 5 bərabərdir. 2 vurulsun 12-ni 9-a vursaq 108. Üstə gələk 12-ni 5-ə vursaq 60 və 9-u 5-ə vursaq 45. Və bunları toplasaq 2 vurulsun deməli 213. Bu da bərabərdir 426 kvadrat santimetr. Cavab oldu A variantı. Baxaq 12-ci məsələyə. Düzbucaqlı paralelipipedin açılışı verilmişdir. Açılışa uyğun paralelipipedin tam səthinin sahəsini tapın. Deməli, buradan görürük ki, paralelipipedin eni 5, hündürlüyü 8, uzunluğu isə 10-dur. Və paralelipipedin səthinin sahəsini belə taparıq ki, 2 vurulsun, 5 vurulsun 8, 5 vurulsun 10 və 8 vurulsun 10. Bu da bərabərdir. 2 vurulsun 40, üstə gələk 50, üstə gələk 80 bərabərdir. 2 vurulsun 170, o da bərabərdir 340 kvadrat santimetr. 13'e baxaq. Tili 5 cm olan kubun bütün tillərinin cəmini tapın. Kubun 12 tili və bərabər tillər olduğuna görə onun tillərinin uzunluqları cəmi 12A düsturu ilə hesablanır. 12'ni vururuq 5'ə 60 cm. Cavab oldu C variantı. Baxırıq 14'ə. Kubun tilini 6 dəfə artırdıqda həcmi neçə dəfə artar? 6'nın kubu dəfə artar. Çünki kubun həcmi nədir? A'nın kubudur. Əgər tili 6 dəfə artırsa, onda yeni həcm olar. Buna V1 deyək. Buna V2. Olar 6A'nın kubu. O da bərabər 216 A'nın kubu. Deməli, buradan görünür ki, 216 dəfə artar. Cavab oldu A variantı.
15'e baxaq. Tili kök altında S bölünsün 3 olan kubun tam səthinin sahəsini tapın. Kubun tam səthinin sahəsi 6A kvadratdır və tildə, yəni A kök altında S bölü 3 olduğuna görə 6'nı vururuq. Kök altında S bölünsün 3'ün kvadratı. Bu da bərabərdir. 6 vurulsun S bölü 3 bərabər 2S olar. Cavab oldu B variantı. 16'ya baxaq. Düzbucaqlı paralelipipedin 3 ölçüsünün hər birini neçə dəfə artırmaq lazımdır ki, həcm 64 dəfə artsın. Aydındır ki, 64 4'ün kubudur. Ona görə də cavab D olar. Bilirik ki, paralelipipedin həcmin ABC düsturu ilə hesablanır. Və bu həcmin 64 dəfə artması üçün hər bir til 4 dəfə artmalıdır. Yəni 4A vuraq, 4B vuraq, 4C bərabər olar 64 ABC. O da bərabər 64 V olar. Yəni bu şəkildə göstərmək olar. Yəni cavab oldu 4 dəfə. D variant. Baxaq 17'ye. Düzbucaqlı paralelipipedin 3 ölçüsünün hər birini neçə dəfə azaltmaq lazımdır ki, onun həcmi 125 dəfə azalsın, 5 dəfə azaltmaq lazımdır. Çünki 5'in kubu 125'e bərabərdir. Hər bir tili 5 dəfə azaltdığımıza görə onun həcmi 125 dəfə azalar. Cavab oldu Y variantı. Deməli 18'e baxaq. Düzbucaqlı paralelipipedin 3 müxtəlif üzünün sahəsi 2, 5, 10 kvadrat santimetr olarsa, onun tam səthinin sahəsini tapın. Düzbucaqlı paralelipipedin 6 üzü var və bu üzlərin, deməli 6 üzlərin 3 qoşa deyək də. Çünki qarşı-qarşıya duran üzlərin sahələri bərabərdirlər və hər üzdən, yəni eyni ədəd olduğuna, 2 ədəd olduğuna görə onda tam səthin sahəsini belə yaza bilərik. 2 vurulsun 2 plus 5 plus 10. Bu da bərabərdir. 2 vurulsun 17 bərabər 34 kvadrat santimetr. Baxaq 19'a. Düzbucaqlı paralelipipedin 3 üzünün sahəsi 2, 7, 14 olarsa, onun həcmini tapın. Analoji qayda ilə deməli buradan yazırıq ki, S bərabərdir. Bunu bu yolla yazaq. Bilirik ki, paralelipipedin həcmi V bərabər ABC idi. Onun xətt ölçülərinin hasilidir. Üzlərinin də sahələrin belə yazaq ki, məsələn, AB bərabər olsun 2, AC bərabər olsun 7, BC də bərabər olsun 14. Onda biz bunları tərəf-tərəfə vursaq, ABC'nin kvadratı bərabər olar 2, 7, 14'ün hasilinə və buradan ABC hasilini tapsaq, kök altında 2, 7, 14, bu da bərabər olar 14'ə. Deməli, bu paralelipipedin həcmi bərabər olar 14 kub santimetrə. Cavab oldu D variantı. Baxaq 20'yə. Ölçüləri 5, 9, 10 alan düzbucaqlı paralelipipedin tam səthinin sahəsini hesablayın. Tam səthin sahəsi 2 vurulsun. Deməli 5 vur 9
plus 5 vur 10 və 9 vurulsun 10 kimi yaza bilərik. Buradan 2 vurulsun 45, üstə gələk 50, üstə gələk 90. O da bərabərdir. 2 vurulsun 185 bərabərdir 370 kvadrat santimetr. Baxaq 21-ə. Ölçüləri verilmiş paralellepipedin tam səthinin sahəsini hesablayın. Bu da oxşar məsələdir. 2 vurulsun 2 vurulsun 6 vurulsun 7 plus 6 vurulsun 12 plus 7 vurulsun 12 bərabərdir. 2 vurulsun 42 üstə gələk 72 üstə gələk 84. Bu da bərabərdir. 2 vurulsun deməli 100, 2 vurulsun hesablasaq 8 11 19 198. Bu da bərabər olar 396 kvadrat millimetr. Variant oldu C. Baxaq 22-yə. Tam səthinin sahəsi 150 olan kubun bir üzünün diagonalını tapın. Kubun hər bir üzü kvadratdır və tam səthinin sahəsi 6A kvadratdır və bunu 150-yə bərabər etsək, A-nın kvadratı bərabər olar 25-ə. Deməli, bunun bir üzü hər tərəfi 5 olan kvadratdır və bu kvadratın diagonalı bilirik ki 5 kök altında 2 olar. Deməli, diagonal bərabərdir 5 kök altında 2. Cavab oldu B variantı. Bir müçə baxaq. Oturacağının diagonalı 5 kök altında 2 olan kubun tam səthinin sahəsini tapın. Əgər oturacağın diagonalı 5 kök altında 2-dirsə, deməli onda kubun bir tili, yəni A 5-dir. Tili 5-dirsə, onda bu kubun tam səthinin sahəsi bərabər olar 6 vurulsun 5-in kvadratına. O da bərabər edər 6 vurulsun 25 bərabər olar 150 kvadrat santimetr. Cavab oldu B variantı. Baxaq 24-ə. Düzbucaqlı paralellepipedin oturacağının tərəflərini 6 dəfə artırıb hündürlüyünü 4 dəfə azaltsaq həcm necə dəyişir? Deməli, paralellepipedin həcmi ABC-dir. Əgər bunun oturacağının tərəflərini və A və B-ni 6 dəfə artırsaq, deməli, onda bu şəkildə olar. 6A vurulsun 6B vurulsun hündürlüyü də 4 dəfə azaltsaq belə yaza bilərik. Buradan alırıq ki 9ABC. Yəni həcm 9 dəfə artar. C variantı. Baxaq digər məsələyə. Tam səthinin sahəsi 54 olan kubun həcmini tapın. 6A-nın kvadratını bərabər edirik 54-ə. Çünki
Kubun tam səthinin sahəsi 6A kvadratdır və A-nın kvadratı bərabər olar 9-a, A bərabər 3. Həcmdə A-nın kubu olduğuna görə olar 3-ün kubu, bu da bərabər olar 27. Cavab oldu C variantı. Baxaq 26-ya. Tam səthinin sahəsi 54 olan kubun tilini tapın. Deməli 6A kvadratını bərabər edirik 54-ə. Buradan A-nın kvadratı 54 bölək 6 9 olar. A olar 3. Yəni kubun tili 3'dür. Y variant. Baxaq 27-yə. Tam səthinin sahəsi 24 olan kubun tilini tapın. Tam səthinin sahəsi 24-dürsə, yəni 6A-nın kvadratı bərabər 24-dürsə, buradan alırıq ki, A-nın kvadratı bərabər 4 və A bərabər 2 olar. Deməli, kubun tili 2'dir. B variantı. 28'ə baxaq. Həcmi 343 olan kubun tam səthinin sahəsini tapın. Kubun həcmi A kubdur, yəni tilinin kubuna bərabərdir. Bunu 343'ə bərabər etsək, A-nın 7 olduğunu alarıq. Deməli, tam səthin sahəsi də olar 6 vurulsun 7'nin kvadratı. Bu da bərabərdir 6 vurulsun 49. O da bərabər 294 kvadrat santimetr. Cavab oldu Y variantı. Baxaq 29'a. Ölçüləri 16, 40, 100 olan düzbucaqlı paralellepipedlə eyni böyüklükdə olan kubun tilini tapın. Bunun üçün paralellepipedin həcmini tapırıq. V bərabər 16 vurulsun 40 vurulsun 100. Bu da bərabərdir 64.000 kub santimetr. İndi bu paralellepipedin həcmidir. Kubun həcmi də paralellepipedin həcmi ilə eyni olduğuna görə kubun həcmi bilirik ki A kubdur. Bunu bərabər edirik 64.000'ə. Buradan da alırıq ki A bərabərdir 40 santimetr. Cavab oldu Y variantı. 30'a baxaq. Ölçüləri 3, 6, 12 olan düzbucaqlı paralellepipedlə eyni həcmə malik olan kubun tilini tapın. Yenə də buradan V bərabərdir 3 vurulsun 6 vurulsun 12 bərabər 216 kub santimetr. A'nın kubun bərabər etsək 216'ya. Buradan alarıq ki A bərabər imiş 6'ya. Cavab oldu A variantı. 31'ə baxaq. Tam səthinin sahəsi yan səthinin sahəsindən 98 kvadrat santimetr çox olan kubun həcmini tapın. Bilirik ki kubun tam səthinin sahəsi 6A kvadrat, yan səthinin sahəsi isə 4A kvadratdır və bunların fərqi 98'dir. Buradan 2A'nın kvadratı bərabər 98, A'nın kvadratı bərabərdir 49. Deməli A 7'dir. Deməli kubun tili 7'dirsə, onda onun həcmi bərabər olar 7'nin kubu. O da bərabər olar 343. 343 kub santimetr. Cavab oldu B variantı. 32'yə baxaq. Düzbucaqlı paralellepipedin tam səthinin sahəsi 94, oturacağının sahəsi 12 olarsa, yan səthinin sahəsini tapın. Deməli, tam səthin sahəsi bərabərdir 2S ot plus S yan, belə yaza bilərik.
İndi bizə paralelepipedin tam səthinin sahəsini verib 94. Buradan da 2 SO, yəni oturacağının sahəsi. Çünki paralelepipedin 2 oturacağı vardır. Üst və alt oturacaqları. Burada da SO 12 olduğuna görə, yəni oturacağın sahəsi 12 olduğundan 2'ni vururuq 12'ye. 2 vuraq 12. Üstə gələk esyan. Və buradan da esyan, yəni yan səthin sahəsi bərabər olar 94 çıxılsın 24. O da bərabər olar 70'e. Cavab oldu C variantı. Baxaq 33'e. Düzbucaqlı paralelepipedin tam səthinin sahəsi 88, yan səthinin sahəsi isə 72 olarsa, oturacağının sahəsini tapın. Deməli, indi biraz əvvəl yazdığımız düstura görə buradan 2 S oturacaq bərabərdir S tam minus S yan. Verilənləri nəzərə alsaq, tam səthinin sahəsi paralelepipedin 88, yan səthinin sahəsi 72'dir. Və buradan alarıq ki, bu fərq 16 olar. Deməli, oturacağın sahəsi bərabər olar 8 kvadrat santimetrə. Cavab oldu A variantı. Kubun 2 üzünü sarı, qalan üzlərini isə yaşıl rənglə rənglədilər. Yaşıl rəngdə olan üzlərin sahələr cəmi 100 olarsa, kubun həcmini tapın. Deməli, əgər kubun 6 üzü var, 6 kongruent üzü var, 2 üzü sarıdırsa, yerdə qalır 4 üzü və bu üzlər sahəcə bərabərdirlər. Deməli, bir üzünün sahəsi bərabər olar 100 bölünsün 4 bərabər 25 kvadrat desimetr olar. Deməli, buradan bir üzü də tili A-dırsa, A-nın kvadratı bərabər 25 və alırıq ki, tili 5 desimetr imiş kubun. Əgər kubun tili 5 desimetrdirsə, onda həcmi olar 5 desimetrin kubu. Yəni 125 kub desimetr. Cavab oldu E variantı. 35'e baxaq. Kubun bir üzünü yaşıl, 2 üzünü göy, qalan üzlərini isə sarı rənglə rənglədilər. Kubun həcmi 216 kub desimetr olarsa, sarı rəngdə olan üzlərin sahələri cəmini tapın. Əgər kubun həcmi 216'dırsa, deməli onun tili 6'dır. 6 desimetrdir. Və bunun 3 üzü sarı rəngdədir. Çünki 6 üzü var, biri yaşıl, ikisi göydür. Yerdə qalır 3 üz. 3 dənə üzü sarı rəngdə olduğuna görə onların sahələr cəmi olar 3A-nın kvadratı. Və biz buradan 3 vurulsun 6'nın kvadratı yazarıq. Bu da 3 vurulsun 36 bərabər 108 kvadrat desimetr edər. Cavab oldu A variantı. Otuz altıya baxaq. Bir üzünün sahəsi 4 kvadrat desimetr olan kubun bütün tillərinin cəmini tap. Əgər bir üzünün sahəsi 4'dürsə, deməli A kvadratı 4'ə bərabər edirik və A-nın 2 olduğunu alırıq. Kubun da tillərinin uzunluqlar cəmi 12A olduğuna görə 12'ni 2'yə vururuq. 24 desimetr tapmış oluruq. Cavab oldu D variantı. 37'yə baxaq. Tili 10 cm olan kubun tilini 40% azaltdıqda kubun həcmi nə qədər olar? Əgər tili 10'dursa 40% azaltsaq, yerdə 60% qalır. 60% da tapmaq üçün onu vuraq 0.6'ya olur 6 cm.
Onda kubun həcmi olar 6'nın kubu 216 kub santimetr. Baxaq 38'ə. Tili 2 desimetr olan kubun tilini 50% azaltdıqda kubun həcmi nə qədər azalar? Əgər kubun tili 2-dirsə, onda onun kubu 2'nin kubu olar, 8 kub desimetr olar. Tilin 50% azaltsaq, til 1 olar onda. 2'ni 2 dəfə azaldarıq və 1'in kubu da 1 olar. 1 kub desimetr olar. Və deməli nə qədər azalmış olar? 8 kub desimetrdən çıxarıq 1 kub desimetri. O da bərabər olar 7 kub desimetrə. Cavab oldu. Cavab A variantı. Baxaq 39'a. Bütün tillərinin uzunluqlar cəmi 36 olan kubun tam səthinin sahəsini tapın. Bildirdiyimiz kimi tillərin uzunluqlar cəmi kubda 12A'dır. 12A'nı bərabər edirik 36'ya. Buradan alırıq ki A 3 cm imiş. Onda kubun tam səthinin sahəsi olar 6 vurulsun 3'ün kvadratı. O da 6 vurulsun 9 bərabər 54 kvadrat santimetr olar. Baxaq 40'a. Bütün tillərinin uzunluqlar cəmi 24 olan kubun həcmini tapın. Buradan 12A'nı bərabər edirik 24'ə. A bərabər olur 2 santimetrə. Onda kubun həcmi bərabər olar 2'nin kubu. O da bərabər olar 8 kub santimetrə. Baxaq 41'ə. Kubun bir üzünün daxilinə çəkilmiş çevrənin radiusu 2 santimetrdir. Kubun səthinin sahəsini tapın. Əgər deməli çevrə kubun bir üzünün daxilinə çəkilibsə, onda kubun tili daxilə çəkilmiş çevrənin diametrinə bərabər olar. Və diametr də 2R'ə bərabər olar. R də 2 olduğuna görə deməli alırıq ki, kubun tili 4 santimetrdir. İndi kubun səthinin sahəsi nəyə bərabər olar? 6 vurulsun 4'ün kvadratına. O da 6 vurulsun 16 bərabər 96 kvadrat santimetr olar. C variantı. Qırxıya baxaq. Kubun bir üzünün daxilinə çəkilmiş çevrənin radiusu 3 olarsa onun həcmini tapın. Yenə də deməli A bərabər olar 2 vurulsun 3'ə 6 santimetr. Və həcm bərabər olar 6'nın kubu 216 kub santimetrə. Baxırıq 43'ə. Tam səthinin sahəsi 96 olan kubun oturacağının diaqonalını tapın. Tam səthin sahə düsturu 6A kvadratdır kubda. Bunu 96'ya bərabər edirik. A'nın kvadratı bərabər olur 16'ya və A bərabər olur 4 santimetrə. Əgər A 4 santimetrdirsə, onda oturacağın diaqonalı bərabərdir A kök altında 2'yə. Bu da bərabər olar 4 kök altında 2 desimetr. Cavab oldu A variantı. Baxaq 44'ə. Düzbucaqlı paralellepipedin 3 üzünün sahəsi 2, 3, 6 olarsa paralellepipedin həcmini tapın. Yenə də buradan yad tutaq ki, ABC onun tilləridir. AB çünki paralellepipedin üzləri düzbucaqlı formasındadır və bir üzün sahəsi onun eni ilə uzunluğunun hasilinə bərabər olduğuna. Tutaq ki, AB 2'dir, AC 3'dür və BC 6'dır. Bunları tərəf-tərəfə vursaq, A, B, C'nin kvadratı bərabər olar
2, 3, 6'ya ve buradan bu da 36 eder. Ve buradan ABC hasili bərabər olar 6'ya. Deməli, paralelipipedin həcmi ABC hasil olduğuna göre bərabər olar 6'ya. Cavab oldu A variantı. Baxaq 44'ə. Fiqurun qırıq xətlər üzrə qatlasaq, düzbucaqlı paralelipiped formada qutu alınar. Bu qutunun həcmini tapın. Deməli, buradan görürük ki, uzunluğu 5'dir, eni 3, hündürlüğü 3, eni də 4'dür. Onda bu qutunun həcmi 5 vurulsun 3 vurulsun 4 olar. Bu da bərabər olar 60 kub santimetr. Cavab oldu A variantı. 46'ya baxaq. Yine de analoji məsələdir və burada ölçülər 6, 2, 5'dir. Və həcmi tapmaq üçün 6, 2, 5 yəni xətt ölçüləri bir-birinə vururuq və yenə də 60 kub santimetr almış oluruq. Baxırıq 47'yə. Kubun tilini 2 dəfə artırdıqda həcmi 56 kub santimetr artar. Bu kubun tam səthinin sahəsini tapın. Deməli, kubun həcmi A kub olduğuna görə onun tilini 2 dəfə artırsaq, həcmi olar 2A'nın kubu. 2A'nın kubundan əvvəlki həcmi, yəni A'nın kubunu çıxsaq 56 alınar. Çünki həcm 56 dəfə artmışdır. 8A'nın kubundan çıxsaq A'nın kubu bərabər olar 56. 7A'nın kubu bərabər olar 56. A'nın kubu bərabər olar 8 və A bərabər 2 santimetr olar. İndi tam səthinin sahəsini tapmaq üçün S bərabər 6A kvadratından istifadə edirik. Və buradan 6 vurulsun 2'nin kvadratı, o da 6 vurulsun 4 olar. 6 4'ün də 24 kvadrat santimetr olar. Cavab oldu Y variantı. Baxaq 48'ə. Tam səthinin sahəsi yan səthinin sahəsindən 50 kvadrat santimetr çox olan kubun bir tilinin uzunluğunu tapın. Tam səthin sahəsi 6A kvadrat, yan səthin sahəsi 4A kvadratdır və bunların fərqi 50'yə bərabər olar. Buradan 2A'nın kvadratı bərabər 50, A'nın kvadratı bərabər 25, A bərabər 5 santimetr olar. Deməli, kubun bir tilinin uzunluğu 5 santimetr imiş. Baxırıq 49'a. Ölçüləri 8, 25, 4 olan düzbucaqlı paralelipipedin həcmini tapın. Bilirik ki, paralelipipedin həcmi onun xətti ölçülərinin hasilinə bərabərdir. Və bu da 800 edər. Baxırıq 50'yə. Yenə də ölçüləri verilib. Paralelipipedin həcmini soruşur. 6, 8 və onu bir-birinə vururuq və 480 alırıq. Baxırıq 51'ə. İç hissəsinin hər bir üzünün sahəsi 64 olan kub şəkilli qutunun içinə tili 4 cm olan ən çoxu neçə ədəd kub şəkilli qutu yerləşdirmək olar?
Deməli, iç hissənin hər bir üzünün sahəsi 64-dürsə, A-nın kvadratı bərabər 64 olar. Çünki bir üzün sahəsi A kvadratdır və buradan A-nın 8 olduğunu alarıq. Onda böyük kutunun həcmi olar 8-in kubu. 8-in kubu da 512 kub santimetr edər. Deməli, tiri 4 olan kiçik kubun həcmi də olar 4-ün kubu. O da bərabər edər 64 kub santimetr. İndi böyük kutunun içinə neçə kiçik kutu yerləşdirmək mümkün olduğunu tapmaq üçün 512-ni 64-ə bölərik. Bu da 8 edər. Yəni 8 ədəd kiçik kutunu böyük kutunun içərisinə yerləşdirmək olar. Baxaq 52-yə. Həcmi 64 olan kubun tam səthinin sahəsini tapın. Əgər həcm 64-dürsə, biz A-nın kubun bərabər edirik 64-ə və tilin 4 olduğunu tapırıq. Bu zamanda səthin sahəsi 6 vurulsun 4-ün kvadratı olar. 6 vurulsun 16 bərabər olar 96. 53-ə baxaq. Həcmi 343 olan kubun tam səthinin sahəsini tapın. A-nın kubun bərabər edirik 343-ə və A-nın 7 olduğunu alırıq və tam səthin sahəsi bərabər olar 6 vurulsun 7-nin kvadratı. Bu da 6 vurulsun 49. O da bərabər edər 294. Baxaq 54-ə. Həcmi 150 olan düzbucaqlı paralellepipeddir və bunun tilləri ABC-dir. 1 bölünsün A plus 1 bölünsün B plus 1 bölünsün C 1 bölünsün C bərabər 19 bölünsün 50 olarsa, paralellepipedin tam səthinin sahəsini tapın. İlk öncə biz bərabərliyin sol tərəfini ortaq məxrəcə gətirsək, məxrəcdə ABC, surətdə BC plus AC plus BC almış olarıq. Bu da bərabər olar 50-də 19-a. Və ABC paralellepipedin həcmi olduğuna görə, burada göstərək onu, yəni həcm nədir? ABC hasilidir. Bunu da 150 götürək və gətirib bunu burada yerinə yazsaq, alarıq ki, BC plus AC plus BC bölünsün 150 bərabərdir 50-də 19. Və hər məxrəcləri 50-yə ixtisar etsək, BC plus AC plus BC bərabərdir 3 vurulsun 19 almış olarıq. Bu da bərabər olar 57-yə. Və biz bilirik ki, paralellepipedin tam səthinin sahəsi S bərabər 2 vurulsun BC plus AC plus burada deməli biraz yanlışlıq gedib surətdə BC, AC və burada AB olmalıdır. AB. BC plus AC plus AB bərabərdir 2 vurulsun 57. Bu da bərabərdir 114. Baxaq 55-ə. Tam səthinin sahəsi 148 olan paralellepipedin tilləri ABC olarsa həcmini tapın. Deməli, tam səthinin sahəsi bərabərdir 148
1 bölünsün A plus 1 bölünsün B plus 1 bölünsün C beraberdir 37 bölünsün 60. Yine de beraberliğin sol tarafını ortak məxrəcə gətirsək, surətdə BC plus AC plus AB bölünsün ABC hasili beraber 60'da 37 olar. Və paralelipipedin tam səthinin sahəsi 148 olduğuna görə BC plus AC plus AB cəmi bərabər olar 148'in yarısına, yəni 74'ə. Çünki sahə bu cəmin 2 misilinə bərabərdir və gətirsək, bura 74 surətə məxrəcə V yazaq, çünki ABC hasili həcmdir, bərabər 60'da 37. Və buradan biz V'ni tapsaq, V bərabər olar 74 vurulsun 60 bölək 37. Bu da bərabər olar 74'ü 37'ye bölsək 2, 2'ni 60'a vursaq 120 almış olarıq. Deməli, paralelipipedin həcmi oldu 120. Keçək 56'ya. Ölçüləri 6, ölçüləri 6, 8, 12 olan düzbucaqlı paralelipiped formalı qutuya tili 2 desimetr olan kub formalı qutulardan ən çox neçəsini yerləşdirmək olar? Bu zaman biz paralelipiped həcmini tapaq, yəni böyük qutunun həcmini tapaq. 6 vurulsun 8 vurulsun 12. Bu da bərabər olar 576 kub desimetr. İndi isə kiçik kubun həcmini tapaq. Kiçik kubun həcmi də 2'nin kubuna bərabərdir. Bərabər olar 8 kub desimetrə. Və indi biz paralelipipedin həcmini kiçik qutunun həcminə bölək. Yəni 576'nı bölürük 8'ə. Bu da bərabər olur 72. Deməli 72 ədəd kiçik kub şəkilli qutuları böyük qutunun daxilinə yerləşdirmək olar. Ən çox sayda. Baxaq digər məsələyə. 57'yə baxaq. Bir üzünün diaqonalı 3 kök altında 2 olan kubun həcmini tapın. Bilirik ki, kubun bir üzünün diaqonalı A kök altı 2'dir və biz bunu 3 kök altı 2'yə bərabər etsək, A'nın 3 olduğunu alarıq, yəni kubun tili 3'dür. Onda kubun həcmi olar 3'ün kubu, o da bərabər 27. 58'ə baxaq. Bir üzünün diaqonalı 4 olan kubun tam səthinin sahəsini tapın. Deməli, bunu 4'ə bərabər edirik. Buradan A bərabər olur 4 bölünsün kök altında 2 və bu kəsiri rasionallıqdan qutarsaq 2 kök altında 2 almış olarıq. Tapdıq ki, kubun tili 2 kök altında 2'yə bərabərdir. İndi bunun tam səthinin sahəsini tapaq, yəni 6A kvadratına baxaq. Və buradan 6 vurulsun 2 kök altında 2'nin kvadratı, o da bərabərdir 6 vurulsun 8 bərabər 48 olar. 59'a baxaq. Kubun tilini 20% azaltdıqda onun həcmi neçə faiz azalar? Məsələn, tutaq ki, kubun tili A'dır, onda həcmi olar A'nın kubu. Onun tilini 20% azaltsaq, olar 0.8 A. Baxırıq 0.8 A'nın kubuna. O da bərabər olar 0,512 A'nın kubu.
İndi isə buradan neçə faiz azalar olduğunu tapmaq üçün A'nın kubundan çıxırıq 0,512 A'nın kubunu bölürük A'nın kubuna, vururuq 100%-ə. Kəmiyyət dəyişməsinin faizli ifadəsi qaydasına əsasən. Buradan da A kublar ixtisar getsə, alırıq 0,488. Bunu da 100%-ə vursaq, alarıq 48,8%. Baxaq 60-a. Kubun tilini 20% azaltdıqda onun tam səthinin sahəsi neçə faiz azalar? Kubun tam səthinin sahəsi bilirik ki 6A kvadratdır. İndi onun tilini 20% azaltdıqda tilinin 80% qalmış olur. 6 vurulsun 0,8 A'nın kvadratına vuraq indi. Bu da bərabərdir. 6 vurulsun 0,64 A'nın kvadratı bərabər olar. Deməli 3,84 A'nın kvadratı. Şimdi bunu hesablayaq. Altı A'nın kvadratından çıxırıq 3,84 A'nın kvadratını bölürük 6 A'nın kvadratına, vururuq 100%-ə. O da bərabərdir 2,22,16 bölünsün 6 vurulsun 100%. O da beraber 216 bölünsün 6 beraber 36% olar. Baxaq 61'ə. Teli 2 cm olan 6 kubu bir-birinə yapıştırmakla şəkildəki kimi fiqur alınmışdır. Bu fiqurun tam səthinin sahəsini tapın. Deməli, tiri 2 cm olan 6 kubdur. O zaman bu deməli bu 6 kubu bir-birinə birləşdirsək paralelipiped alarıq. Paralelipipedin eni olar 2 vurulsun 2 4. Hündürlüyü olar 2. Uzunluğu isə olar 3 vur 2. Yəni 6. Və bu zaman bu fiqurun tam səthinin sahəsi S bərabər olar 2 vurulsun 4 vur 2 plus 4 vur 6 ve 2 vur 6. Bu da beraberdir. 2 vurulsun 8 plus 24 plus 12. O da beraberdir. 2 vurulsun 44 beraber olar 88 kvadrat santimetr. Baxaq 62'ye. Tili 3 cm olan 2 kubu bir-birinə yapıştırmakla şəkildəki kimi fiqur alınmışdır. Bu fiqurun tam səthinin sahəsini tapın. Yenə də paralelipiped alınır. Eni olur 3. Uzunluğu olur 2 vur 3 6. Hündürlüyü de olur 3. Şimdi bu paralelipipedin tam səthinin sahəsini tapsaq 2 vurulsun 3 vurulsun 6 plus 3 vurulsun deməli 3 plus 6 vurulsun 3 beraberdir. 2 vurulsun 18 plus 9 plus 18. O da 2 vurulsun 45 beraber 90.
90 deməli kvadrat santimetr. Baxaq 63-ə. Ölçüləri 15, 18, 20 olan düzbucaqlı paralelipiped formasında üstü açıq qutu hazırlamaq üçün ən azı nə qədər karbon lazımdır? Əgər üstü açıq qutudursa, deməli bunun üst qapağı yoxdur da. Yəni 600-ün yox, 500-ün sahəsini hesablamaq lazımdır. Yəni ki, oturacaq üzü bir ədəd götürürük. Yəni S bərabər olar S yan üstə gələk S oturacaq. O da bərabərdir. Deməli 2 vurulsun. Deməli yan səthinin sahəsi olur 20 vurulsun 15. Üstə gələk 18 vurulsun. Ya burada yanlış yazdım. 20 vuraq 18. 20 vuraq 18, 18 vuraq 15 və üstə gələk 20 vuraq 15. Bərabərdir. 2 vurulsun 360, üstə gələk 270, üstə gələk 300. O da bərabərdir. 2 vurulsun 630, üstə gələk 300. Bu da bərabərdir 1260, üstə gələk 300, bərabərdir 1560 kvadrat santimetr. Altmış dördə baxaq. Düzbucaqlı paralelipiped formalı üstü açıq su hovuzunun oturacağının tərəfləri 3-6, dərinliyi 2 olarsa, hovuzun daxili səthinin sahəsini hesablayın. Analoji məsələdir. Deməli, bərabər olar 2 vurulsun 3 vur 2 plus 6 vur 2, üstə gələk 3 vur 6. 3 vur 6 oturacağının sahəsidir. Deməli, birinci ifadə isə yan səthinin sahəsidir. 2 vurulsun 6 plus 12. 2 vurulsun 6 plus 12 plus 18. O da bərabərdir. 18'i 2'ye vursak 36 və 36 üzərinə 18 əlavə eləsək 54 almış olarıq. Cavab oldu 54. Baxaq 65'ə. Düzbucaqlı paralelipipedin oturacağının uzunluğu enindən 3 dəfə böyük, hündürlüyü isə 2 dəfə kiçikdir. Bu paralelipipedin həcmi 18 olarsa, tam səthinin sahəsini tapın. Deməli, burada işarələr edək. Eni, uzunluğu və hündürlüyü yazaq. Deməli, paralelipipedin oturacağının uzunluğu enindən 3 dəfə böyükdür. Eni A-dırsa, uzunluğu olsun 3A. Hündürlüyündən isə 2 dəfə kiçikdir. Onda deməli, oturacağın uzunluğu enindən 3 dəfə böyük, hündürlüyündən 2 dəfə kiçikdir. Onda hündürlüyü olur 6A. Və həcm 18'dir. Həcmdə bilirik ki, tillərin hasilidir. Yəni A vurulsun 3A vurulsun 6A bərabər 18. Buradan 18 A'nın kubu bərabər olar 18'ə. A'nın kubu bərabərdir 1. A bərabərdir 1. Deməli, tapdıq ki, tili 1'dir.
Yəni A1'dir. Daha doğrusu A1'dir. Yəni eni 1'dir. Yazaq bunu. Eni 1'dir. 1'i vururuq 3'ə. Olur 3. Bu olur uzunluğu. Və 1'i vururuq 6'ya. Olur 6. Bu da hündürlüyü. İndi tam səthin sahəsini tapaq. S bərabər 2 vurulsun 1 vuraq 3. Üstə gələk 1 vurulsun 6 və 3 vurulsun 6. Bu da bərabər olar 2 vurulsun 3. Üstə gələk 6. Üstə gələk 18. Bərabərdir 2 vurulsun 27. Bərabər 54 kvadrat santimetr. Kvadrat metr. Baxaq 66'ya. Düzbucaqlı parlapipetin oturacağının uzunluğu enindən 5 dəfə, hündürlüyündən isə 2 dəfə böyükdür. Yenə də yazaq eni, uzunluğu və hündürlüyü yazaq. Eni A olsun, uzunluğu 5A olsun və o zaman hündürlüyü olar 2,5A. Çünki deyir uzunluğu enindən 5 dəfə böyük, hündürlüyündən isə 2 dəfə böyükdür. İndi bunları nəzərə alsaq, A vurulsun 5A, vurulsun 2,5A bərabər olar 800'ə. Buradan da deməli 12,5 A'nın kubu bərabərdir 800. A'nın kubu bərabərdir 800'ü bölürük 12,5'ə. Bu da bərabər 64 olar. A bərabər olar 4'ə. Deməli eni oldu 4. 4'ü vursaq 5'ə olar 20 uzunluğu və 4'ü vursaq 2,5'ə 10 da olar hündürlüyü. İndi buradan səthinin sahəsini tapsaq S bərabərdir 2 vurulsun 4 vurulsun 20 plus 4 vurulsun 10 20 vurulsun 10 bərabərdir 2 vurulsun 80 üstə gələk 40 üstə gələk 200 bərabərdir 2 vurulsun 320. Bu da bərabər 640 kvadrat desimetr olar. Deməli bugün biz beləliklə çoxüzlülərin səthi çoxüzlər onların səthi və həcmi mövzusuna aid olan test tapşırıqlarının hər birinin həllinə baxdıq. Bugünlük dərsimiz bu qədər. Hələlik növbəti dərslərimizə qədər. Sağ olun uşaqlar.